Salamlar hər kəsə, hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən Ləman Qarazadə. Bugün sizlə ingilis dilinə növbəti bir section üzərində işləyəcəyik ki, bu bizim imtahanda əsas bal verən bir sectionımızdır. Bəli, mətnlər üzərində işləyəcəyik bugün. Readinglər necə işlənməlidir? Bununla bağlı dəfələrlə videolarımız olub, dəfələrlə izahlarımız olub, amma imtahan qabağı hamının ehtiyacı olan o təkrar videosu düşündüm ki, lazımdır, vacibdir. Və imtahanda biz mətnləri necə işləməliyik? Sürətli şəkildə, düzgün şəkildə, vaxt itirmədən cavabını necə rahat tapa bilərik? Bugün bu qaydalar barədə danışacağıq. Deməli, bilirik ki, imtahanımız 20 sualdan ibarətdir. Digər videolarda, digər təkrarlarımızda artıq digər sectionlar üzərindən işləmişik. Qrammatik testlərimizin hamısını düşə biləcək mövzuları təkrar elədik. Hər tipə aid, hər mövzuya aid sual tiplərinə baxdıq, suallar üzərindən keçdik təkrarları. İndi isə bizə imtahanda əsas bal verən 2 dənə mətn, 10 balımız buradan gəlir. Hər mətnin 5 sualı və hər sual 1 bal. Bugün buna fokuslanacağıq ancaq. Mətnləri necə işləmək lazımdır, sualları necə tapmaq lazımdır ki, çox vaxtımız getməsin, daha dəqiq, düzgün tapaq, yəni arada qalmayaq. Bugün buna baxacağıq. Başlayaq vaxt itirmədən. Deməli, bu göstərəcəyim mətnlər, bugün işləyəcəyimiz mətnlər sadədən mürəkkəbə doğru gedir. Yəni, asan mətndə var, çətin mətndə var. Hətta bir sonuncu izah eləyəcəyim mətn qəbul mətnidir. Keçən il 2024-cü ilin ikinci şans imtahanında, yəni aprel ayında imtahanda istifadə olunmuş bir mətndir ki, buna da baxacağıq. Həm bir demək olar ki, imtahan strukturlu, imtahan ağırlıqlı bir mətn görmüş olacaqsınız. Necə, hansı səviyyədə çətin düşür deyə. Həm də ümumiyyətlə, elə imtahanda işləməyin yollarını öyrənəcəyik. Biz nə demişik uşaqlar? Mətnləri necə işləmək lazımdır? Qətiyyən oxumuruq, tərcümə eləmirik. Bu bizim vaxtımızı aparır. Ümumiyyətlə, mən sizə tövsiyə eləyərəm ki, imtahanda ingilis dilinə ayıracağınız maksimum vaxt 25, maksimum 30 dəqiqə olsun ki, 30 dəqiqəni keçməsin. Çünki bizim imtahanda cəmi 3 saat vaxtımız var və bu 3 saat ərzində 3 fənn həll eləməliyik. Təbii ki, hər fənnə 1 saat ayıra bilmərik. Çünki bu ədalətsizlikdir. Məntiqdən 50 sualımız var. Bizim imtahanda ingilis dilinə maksimum sərf edəcəyimiz vaxt 30 dəqiqədir. Bu 30 dəqiqəni sərf ediriksə 20 suala, necə eləyək ki, hər sualı daha tez və çatdıraq, düzgün şəkildə cavablandırmış olaq və həmçinin 30 dəqiqəyə çatdıraq və 2 mətnimiz var. Hər mətnin 5 sualı var. Belə çıxır ki, bir mətnə maksimum 6-7 dəqiqə vaxt ayırmalıyıq ki, 7-8 dəqiqədə maksimum, yəni ən maksimumu 8 dəqiqədir. Bunu həll eləyək, qalan 5 qrammatika suallarına da 5 dəqiqədə baxmaq olur, 10 dəqiqədə baxmaq olur və listening hissəsi ayrıca o giriş hissədədir. Esseni qatmıram, esse üçün əlavə ayrı yarım saat vaxt verilir imtahandan sonra. Bəli, necə eləyək? Bəs mətnləri 8 dəqiqədə, maksimum 7-8 dəqiqədə həll eləyək. Mətnləri oxumuruq, tərcümə eləmirik. Niyə eləmirik? Bizə lazımsız o qədər məlumat var ki, o mətnlərdə. O tərcümə bizə heç bir şey qazandırmır, vaxtımızı alır əksinə olaraq. Biz düşən cümlələri, sualda soruşulan cümlələri mətnin içindən axtarmaqla cavablandıra bilərik. Baxın, onsuz da sual tiplərimiz çox sadədir. Bizdən true-false soruşur. Doğrudurmu, yanlışdırmı? Biz bunun doğru-yanlış olması üçün mətnə baxmalıyıq. Verilən cümlə mətndə varmı? Varsa eynisidirmi? Hansısa antonimlə, sinonimlə əvəz olunubmu? Hansısa bir inkar varmı verilən cümlənin əksi olaraq? Ya eynisidir, true olaraq götürürük, ya da hansısa bir antonim var, inkar var, false götürürük. Bu birinci hissəmiz. Digər suallarımız və məsələn, 3-cü paragraf nə ilə başlaya bilər? Həmin paragrafı oxuyacağıq ancaq. Orada söhbət nədən gedir? Biz bura hansı məntiqi başlıq qoya bilərik? Və yaxud da verilən cümlənin ardını tamamlayın. 78-ci sual kimi biz o sualın mətndə deməli həmin cümləni tapıb ardından veriləni variantlarda axtarmalıyıq. 79-da məsələn bilirik ki, bu lüğətlə bağlı bir sualda. Bunun üçün qəbul sözlərini öyrənməliydik. Bu lüğətlə bağlı olduğuna görə mətndəki, məsələn, tutaq ki, heç o sözün mənasını bilməsək, nələrə fikir verməliyik və 80-də də yenə cümlələri mətnin içindən axtarmaqla hansı haqqında dəqiq məlumat var, hansı haqqında dəqiq məlumat yoxdur, bu cür tapa bilərik. Bu göstərəcəyim mətnlər özü DİM-in bizə təqdim elədiyi imtahan strukturunda olan, imtahan ağırlığında olan mətnlərdir ki, DİM toplusundan siz bunu işləmiş ola bilərsiniz. Bugün isə təkrar baxacağıq. Deməli, başlayaq elə suallardan. Birinci sualdan başlayırıq. Mən sualı necə tapım? Cümləni mətndə necə tapım? When a person gets older, it's difficult for him to learn a second language. Deyir, insan yaşlandıqca onun üçün ikinci dil öyrənmək artıq çətinləşir. Mən bu cümləni mətndən axtarıram. Elə görün necə sadə bir hissədə qeyd olunub. Baxan kimi görürsünüz ki, axırıncı abzasda bununla bağlı danışır.
Most children, uşaqlardan danışır hələ ki, are excellent language learner. Deyir, uşaqlar yaxşı dil öyrənciləridir. Onlar ikinci dili quickly and easily, asan və rahat öyrənə bilirlər. Adults, yaşlılar, on the other hand, find learning a second language difficult. Deyir, yaşlılar üçün ikinci bir dil öyrənmək isə çətindir. They must study hard. Onlar çox çalışmalıdırlar. And it usually takes a long time to master language. Yəni o dildə usta olmaq üçün, professional olmaq üçün çox vaxtlarını aparır. Bizdə də eyni cümləni deyir. Deyir ki, it is difficult for him. Onlar üçün çətindir. Yaşlı insanlar üçün ikinci dil öyrənmək. Deməli cavabımız olacaq A variantı. Mən bu cümləni tapmaq üçün niyə mətn oxuyum? Yəni çox sadə şəkildə cümlə mətndə tapılır. İkinci suala baxırıq. It's necessary to know the language of the country you visit. Deyir, sənin üçün vacibdir ki, it is necessary vacibdir. To know, biləsən. Getdiyin ölkənin xarici dilini, yəni o ölkənin dili nədirsə, hansı ölkəyə gedirsənsə, o ölkənin dilini bilmək sənin üçün vacibdir. İndi gəlin biz bu cümləni axtaraq görək, doğrudur yoxsa yanlışdır. Baxın, bu hissədə deyir ki, if you want to be a classified specialist, you must learn a foreign language. Dili öyrənməlisən. Every year thousands of people go different countries. Hər il minlərlə insan gedir xarici ölkələrə as turist kimi, or in order to work və yaxud da işləmək üçün. They cannot go. Onlar gedə bilmirlər without knowing the language of the country. Həmin ölkənin dilini bilmədən ora gedə bilmirlər. Deməli, getdiyin bir ölkənin dilini bilmək sənin üçün vacibdir. Bu da doğru olacaq, cavabımız A variantıdır. Üçüncü suala baxırıq. Learning a foreign language seems difficult to most children. Deyir, xarici dil öyrənmək əksər uşaqlar üçün çətindir. Biz bayaq dedik axı, most children, əksər uşaqlar yaxşı dil daşıyıcılardır, yaxşı öyrənirlər uşaqlar. Amma burada çətindir deyir. Bu yaşlılar üçün idi. Deməli, bu B variantı olmalıdır. Dördüncü suala baxırıq. Adults cannot acquire language skill at all. Deyir, baxın, at all sözünün mənası qətiyyən deməkdir. Deyir, yaşlılar qətiyyən dil öyrənmə bacarıqları yoxdur onda. Qətiyyən onlar xarici dil öyrənə bilməz. Təbii ki, yanlışdır. Qətiyyən öyrənmək deyə bir şey yoxdur burada. Sadəcə çətindir onlar üçün. Vaxt aparır, səbir tələb eləyir. Ona görə bu cümləmiz də yanlış olacaq. Çünki baxın, 4 dənə sual soruşur. 4-ünün ikisi bir cümlədir, ikisi bir cümlədir. Yəni 2 sualı birində uşaqlarla böyüklərin öyrənməyinə, o birində də xarici dilin vacibliyindən filan danışır. 2 cümləni cəmi mətndən oxuduq və 4 sualı həll eləmiş olduq. Yəni bu qədər xırdalıqlara, incəliklərə fikir versəz, əslində çox görərsiniz ki, nə qədər sadədir imtahanda bu sualları cavablamaq. Belə, indi baxaq 77-yə. Deyir, 3-cü paragraf nə ilə başlaya bilər? Third paragraf. Biz paragrafın əvvəlinə baxırıq ki, burada nöqtə qoyulub və bizdən həmin boşluğu doldurmağımız tələb olunur. Gəlin görək o paragrafda söhbət nədən gedir ki, biz də variantlardan hansı məntiqi cavabı bura başlıq kimi qoya bilərik? It is a long process and it takes a lot of time and patience. Deyir, bu uzun bir prosesdir və take a lot of time, çox vaxt və səbr aparır. But to know a second foreign language including English is absolutely necessary for every educated person today. Ancaq deyir, bugün ikinci dil olaraq, yəni ikinci xarici dilə daxil olan ingilis dili tamamilə vacibdir hər kəs üçün, hər təhsilli insan üçün bugün ingilis dili vacibdir. Bizdən ingilislə söhbət getmir, bu hissəsinə fikir verməyin. Xarici dil öyrənməyin çətinliyindən danışır. Görürsünüz, deyir, uzun bir prosesdir və vaxt aparır. Deməli, biz bunun əvvəlinə ikinci dil öyrənməklə bağlı bir cümlə yazmalıyıq. A variantına baxın. Learning a foreign language, xarici dil öyrənmək is not an easy thing. Asan bir şey deyil. Bəli, elə A variantı düzgün cavabdır. Asan bir şey deyil. Ardından deyirəm ki, o uzun bir prosesdir, vaxt aparır və s. Digər variantlara baxaq. Məsələn, B variantında. Bu günlərdə xarici dil öyrənmək deyir, əvvəllərə baxanda daha həll edicidir. Bununla bağlı, yəni xarici dil öyrənməyin əhəmiyyətindən danışsaydı biz bu variantı ora qoya bilərdik. Amma burada çətinliyindən danışır, əhəmiyyətindən yox, ona görə qoya bilmərik. C variantında it is known by everyone that nowadays English is most common language. Deyir, ingilis dili bugün dünyada hamı tərəfindən öyrənilən ümumi bir dil kimi tanınır. Biz ingilis dilindən danışmırıq, sadəcə onu orada bir nümunə çəkir. C variantında biz dəstəkləyirik deyir, xarici ikinci dil öyrənməyin vacibliyini. Yenə deyirəm, vacibliyi əhəmiyyəti yox, bizim orada dil öyrənməyin çətinliyi ilə bağlı problemimiz var və biz onunla bağlı bir cümlə axtarırıq. Y variantında da communication is main tool, əsas ünsiyyət vasitəsidir. Nə dəxli var? Onsuz da kommunikasiyadan yox, ikinci dildən danışırıq deyə Y variantında qoya bilmərik. Keçirik 78-ci suala, yəni mətnimizin 3-cü sualına. Knowing a foreign language enable people. Deyir ki, xarici dil öyrənmək qabiliyyəti insanlara
nə vəd eləyir? Yəni, nə edə bilər insan xarici dil öyrənərək? A variantı, elə variantları tərcümə eləsək, heç mətndən axtarmağa belə ehtiyac qalmayacaq. A variantı deyir ki, iş yoldaşı və yaxın qohumlarla əlaqə qurmağa kömək eləyir. Yəni, xarici dil öyrənmədən də qohumlarımızla, iş yoldaşlarımızla əlaqə saxlayırıq deyə məntiqsiz variantdır. B variantı deyir ki, native language-də, onların dilində oxuyacaq ədəbiyyatı. Yəni, bizə onların dilində. Baxın, elə cümlə mətndə var. It enable people from different countries to read foreign literature in the originally and broaden outlook. Onların deyir, dünya görüşünü artıracaq və xarici ədəbiyyatları öz orijinal dillərində oxumağa kömək eləyəcək. Ona görə biz B variantını sırf amma xarici dil ədəbiyyatı oxumaq üçün də deyil. Yəni, sadəcə bir variant olaraq hələ ki, yadda saxlayırıq. C variantı deyir ki, travel abroad, xarici səyahət eləmək və onların mədəniyyətlərini öyrənmək. Baxın, bu hissədə understand the culture, different countries, culture and tradition. Xarici dil öyrənməyin bir üstünlüyü də bunlardır. Bunu da götürmüş ola bilərik. Bu da variantlarımıza uyğun gəlir. İndi ən uyğununu seçəcəyik. D variantı deyir, explain people something in their community. Yəni, icmaya, topluma nəyisə izah eləmək üçün bunu öz dilimizdə də izah eləyə bilərik. Bu da yanlışdır. Yenə də deyir, riyaziyyat və fizikanı daha yaxşı etmək üçün əlaqəsi yoxdur. Qaldıq B və C variantının arasında. B variantında deyir ki, ədəbiyyatı xarici dildə öyrənmək üçün biz öyrənməliyik bunu. C variantında deyir ki, xarici səyahət etmək və onların digər insanların mədəniyyətlərini başa düşmək üçün bizə lazımdır ikinci xarici dil. Bəli, cavabımız C variantı olacaq. Çünki B variantı çox məhdud bir cavabdır. Sadəcə elə bil ədəbiyyat öyrənmək üçün, biz sadəcə ədəbiyyat oxumaq üçün xarici dil öyrənirik. Yəni, bu bəzi insanların necə ədəbiyyata marağı yoxdur. Bunun üçün yox. Sadəcə fərqli mədəniyyətləri başa düşmək, gəzmək, səyahət etmək üçün xarici dil öyrənmək vacibdir. Ona görə C variantını götürürük. 79-da broaden outlook sözünün mənası nədir? Broaden bilirik ki, expandın sinonimidir, genişləndirməkdir. Expandlə eyni mənanı daşıyır, hətta imtahana düşmüşdü birinci şansda. Outlook da dünya görüşüdür. Burada birləşəndə ifadə olur dünya görüşünü genişləndirmək. Yəni, təcrübəni və biliyini artırmaq, bu da olacaq A variantı, increase artırmaqdır. 80-də də hansı sualların cavabı var mətnə əsasən? A variantına baxırıq ki, xarici dil öyrənməyin üstünlükləri nələrdir? Bayaqdan sayırıq, xarici səyahət eləmək, mədəniyyətləri başa düşmək, ədəbiyyatları oxumaq, birin cavabı var. 2-də deyir, niyə insanlar xarici ölkələrə gedirlər? Baxın, bayaq yazdıq ki, bəzi insanlar deyir, işləməyə gedirlər. They need them their work. Bəziləri sadəcə gəzmək üçün. Deməli, 2-nin də cavabı var. 3-də deyir, hansı yaşda uşaqlar başlamalıdır xarici dil öyrənməyə? Ümumiyyətlə, mətndə yaş, rəqəm, nəsə görə bilirikmi? Yox. Deməli, 3-ün cavabı yoxdur. 4-də deyir ki, what part of brain? Beynin hansı hissəsi xarici dil öyrənməyi kontrol edir? Burada, yəni, onunla bağlı heç əlaqəsi yoxdur. Beynin hansı hissəsi dil öyrənir, hansı hissəsi öyrənmir. 4-ü yaza bilmərik. Və 5-də deyir, insan yaxşı iş əldə etmək üçün neçə dil öyrənməlidir? Ola bilər, bəzi işlərdə 5 dil tələb olunur, bəzilərində 1 dil, 2 dil. Belə bir say rəqəm mətndə olmadığına görə 5-i də götürə bilmərik. Bizim cavabımız burada olacaq 1 və 2. İndi keçək ikinci mətnimizə. Görək, bu mətn nisbətən daha çətin bir mətn üzərindən davam edirik. Bu mətnin suallarına görək necə tapmaq lazımdır. Birinci sualdan başlayaq. Deməli, Laura decide qərar verməkdir. To sail around the world when she was 16-dir. Laura 16 yaşı olanda dünyanı gəzməyə, sail üzməkdir, qayaqla üzüb keçməkdir. Qayaqla dünyanı gəzməyə qərar verdi. Gəlin, baxaq görək, neçə yaşında qərar verib? Dünyanı gəzməyə qərar verib, yoxsa ölkəsini? When she was 13, 13 yaşı olanda, o artıq böyük bir challenge başladır gəzmək üçün. Burada 16 deyir. Deməli, bu cavabımız false olacaq. Görürsünüz necə sadə cümlələr mətndə olduğu kimi var. 2-də deyir, Dutch government tried to prevent Laura from sailing alone. Dutch Almaniyadır. Yəni, Almaniya hökuməti deyir, çalışır ki, prevent, onun qarşısını alsın. Tək üzməyinin qarşısını alsın. Yəni, buna qarşı çıxırlar bir növ. Baxaq görək, həqiqətən qarşı çıxırlar, yoxsa hökumət bunu dəstəkləyir. Deməli, elə açar sözümüz Dutch government olduğuna görə, Dutch government try to stop her, onu dayandırmağa çalışır. Çünki bu onun yaşı üçün risklidir, həyatı üçün risklidir. Deməli, bu cümləmiz olacaq A variantı doğrudur. 3-ə baxırıq. Laura didn't know anything. Deyir, heç nə bilmirdi. About boats, qayıq haqqında. When she sailed alone. O deyir, yəni üzməklə bağlı, qayıqla bağlı heç bir şey bilmirdi. Təbii ki, yanlış olacaq bu. Çünki yəni heç bir şey bilmədən necə dünya ətrafında gəzməyə çıxa bilər. Baxın, ikinci abzasda. Knowing everything about boats, she displayed talented and the confidence to control them. Hər şeyi bilir qayıq haqqında və bundan sonra deyir, qərar verir ki, kontrolda saxlasın və üzməyə bundan sonra qərar verir. Deməli, burada didn't know deyir, inkar yazıb. Cümlə isə mətndə olduğu kimi var deyə B variantı olacaq, yəni yanlışdır.
6-4-ə baxırıq. Laura's intention niyyətdir. To set the record didn't encounter any obstacle. Yəni deyir, o bu niyyətində heç bir maneəyə rast gəlmədi. Any obstacle, heç bir çətinlik yaşamadı. Amma burada deyir ki, she had to face many challenge while her parents were confident və yaxud da Amerika hökuməti ilə, Almaniya hökuməti ilə. Deməli, bəzi problemlər yaşayıb axı, bəzi obstacle, maneələrə rast gəlib. Burada da deyir ki, didn't encounter any obstacle. B variantı olacaq, inkarda yazdığına görə. Keçirik ikinci sualımıza. Laura's determination encouraged her to deyir, onun əzmi onu cəsarətləndirdi ki, nəyə cəsarətləndirir? Dünyanı gəzməyə, düzdür? İndi biz bunu variantlardan axtarmalıyıq. A variantda achieve her goal in playing flute. Deyir, flütada çalmaq üçün olan məqsədinə çatdı. Əksinə dünyanı gəzmək məqsədinə çatır onun bu determine, yəni bu iradəliliyi. B-də deyir ki, böyük bir talant, istedad nümayiş elətdirir. Bu musiqi alətində çalma bacarıqları falan var, ondan danışır, əlaqəsi yoxdur. Bizə lazımdır dünyada gəzmək, yəni globus ətrafında, dünya ətrafında, alone, yalnız şəkildə sailing across. Deməli, cavabımız olacaq D variantı. Keçirik üçüncü suala. Burada da sualın cavabını soruşur. Deyil, niyə? Ona icazə verilmirdi. Allow icazə verilməkdir. To sail around the world on her own da tək başına deməkdir. Baxın, bu ifadənin mənası tək başına deməkdir. On her own, on my own, özüm tək başıma, falan kəs tək başına. Niyə ona tək başına üzməyə icazə verilmirdi? Bayaq nə dedik bundan bağlı? Dedik ki, Almaniya hökuməti ona icazə vermir. Çünki young to risk her life. Onun həyatı üçün bu riskli. Deməli, onun həyatı üçün riskli olan variant, elə variantda olduğu kimi mətndə də qeyd olunub, it might be too risky for her age. Cavabımız olacaq burada D variantı. Dördüncü suala baxırıq. Aspire sözünün mənasını soruşur. Aspire bilirik ki, nəyisə həddindən artıq çox arzulamaq, istəmək, nəyisə nail olmaq, planlamaq, bu mənada istifadə oluna bilər. Strong desire, yəni achieve something, nəyəsə nail olmaq üçün güclü arzu, istək, həvəs, aspire arzulamaq. Cavabımız olacaq burada da C variantı. Baxırıq axırıncı, sonuncu sualımıza mətndən bağlı. Hansı sualların deyil cavabı var? Deməli, who welcomed Laura at St. Martin? Onu St. Martin'də kim qarşılayır? Deyir ki, ən sonuncu abzasda 123 gündən sonra o geri qayıdır. Artıq onun 16 yaşı var idi və onu qarşılayan kim idi? Greeted by her family, friends and many fans. Ailəsi, dostları və onun fanatları onu qarşılayır. Deməli, birinci sualımızın cavabı var. Biri götürə bilərik. 2-də, what was the special distant learning school called? Deyir, onun distant learningdən öyrəndiyi bu təhsil sisteminin adı nə idi? Baxın, bu abzasda qeyd olunur ki, special distant learning o məktəbini davam etdirir. Xüsusi distant təhsillə o səyahətdə olduğu vaxtda məktəbdə təhsilini alır, amma o təhsilin adı nə adlanır? Was called, what was called, nə adlanır? Bunun cavabı yoxdur, 2-ni götürə bilmərik. 3-də, onun səyahəti neçə gün çəkir, nə qədər çəkir? 500 gün, burada qeyd olunub. Her trip lasted 500 gün onun səyahəti davam edir, 3-ün də cavabı var. How long did it take Laura to learn playing flute? Deyir, o fletada çalmağı neçə müddətə öyrəndi? Onun burada istedadları sırasında adı çəkilir ki, o fleta falan çala bilir. Amma neçə günə öyrənib falan, bununla bağlı bir rəqəm yoxdur deyə biz bunu götürə bilmərik. Yəni 4-ün cavabı yoxdur. Və 5-də, why did Laura visit exotic islands? Niyə exotik adalara visit eləyir, səyahət eləyir? She visited exotic island like the deməli adlarını çəkir. Bora'dır falan və s. kimi exotik adalara gedir, amma niyəsini soruşur bizdən. Baxın, səbəb deyə because-la başlayan falan bir cümlə yoxdur. Deməli, burada da cavabı olan suallarımız olacaq 1 və 3. Bu mətni də belə yekunlaşdırdıq və sonuncu mətnimizə keçirik. Bu mətndə keçən ilin, yəni 2024-cü ildə imtahana düşmüş, ikinci şansda imtahana düşmüş bir mətndir. İndi mətnin işləmə qaydasına və çətinliyinə baxın. Digərlə nisbətən biraz çətindir. Yəni, asandan çətinə doğru gəlməyə çalışdım ki, sizin üçün asan olsun başlarda. Ümumiyyətlə, bir sual quruluşlarını falan görəsiniz. İmtahana maksimum çətinlik, düşə biləcək çətinlik maksimum budur. Keçən ildə imtahanda istifadə olunub deyə. İndi rahat şəkildə baxaq və suallarımızı cavablandıraq. Görək, burada çətinlik səviyyəsi nədir? Birinci sualdan başlayırıq. Now follows a well-balanced and evenly proportioned diet. Deməli, diyetlə bağlı bir şeydir. Deyir, o well-balanced, yaxşı balanslaşdırılmış diyetlə məşğuldur. Diyeti yəni, əməl eləyir, qayda qanuna əməl eləyir. Baxaq görək, burada hansı abzasda onun diyet etməsindən bağlı bir şey var. His regulated diet consists of pasta, vegetables, grilled chicken və s.
Deməli, o, bəli, diyetlə məşğuldur və diyetinə nədənlər daxildirsə, onu orada sadalayır. Bizə lazım olan nədir? Diyetin içində nə olması önəmli deyil. Sadəcə diyet eləyir. Vəssalam, cavabımız olacaq A variantı. Baxırıq ikinci suala. Mo does, bu adıdır da bunun yeri gəlmişkən. Mo does the religious ritual before a competition. Deyir ki, before əvvəl, yarışdan əvvəl dini ritual yerinə yetirir. Baxın, yazıb ki, elə həmin abzasda yuxarıdakı cümlədə. Mo is a committed Muslim and normally prays before race. Yarışdan əvvəl həmişə müsəlmanlığı qəbul edir və yarışdan əvvəl həmişə dua eləyir. Dua da təbii ki, dini ritual sayıldığına görə, ümumiyyətlə, ritual elə dini ayin deməkdir. Cavabımız A variantı olacaq, burada da doğrudur. 3-ə baxırıq. Mo uses a certain gesture when he wins a race. Deyir, o yarışlarda qalib gələndə xüsusi bir jest, bir hərəkəti var ki, o hərəkəti göstərir. İndi gəlin, baxaq görək, yarışda qalib gələndə onun elədiyi hər hansısa bir xüsusi jest var, yoxsa yox. Ən sonuncu cümlədə qeyd olunub ki, Mo has a famous victory celebration gesture. Onun məşhur bir celebration jesti var qələbələrdə. When he wins, o yarışda qalib gələndə, he places both hand, əllərini birləşdirir, başını aşağı əyir və bir növ Tanrıya təşəkkür eləmək kimi, yəni bir jestdir bu. Both hands on his head, əllərini deyir, başına qoyur. So his arms form the M hərfini, qolları M hərfini oxşuyur, yəni bu onun üçün bir qələbə jestidir. Deməli, bu sualın da cavabı var, yəni doğrudur bizim mətn üçün. Cavabımız olacaq A variantı və keçirik növbəti suala. Burada deyir ki, Mo does weightlifting. Weightlifting ağırlıq qaldırmadır. Deyir, o özündən, öz çəkisindən 2 dəfə bir ağırlıq qaldıra bilir. Yəni, görək, doğrudur, yoxsa yanlışdır. Weightlifting tapırıq. He can lift 1.5 times as much as his body weight. Öz çəkisinin yarısı qədər və çəkisi qədər ağırlıq qaldıra bilir. Burada isə deyir 2 dəfə. 2 dəfə deyil, axı, öz çəkisindən 2 dəfə yox. Sadəcə çəkisi və çəkisinin yarısı qədər. Deməli, bu cavabımız olacaq false B variantı. İkinci suala baxırıq, 222-ci həmçinin də. Deyir, origin is a convenient place. Origin şəhər adıdır. Deyir, Mo üçün yaşamağa daha convenient placedir, uyğun bir şəhərdir. Çünki birinci şəhərin adını tapırıq. Niyə burada yaşadığına baxırıq ki, variantlardan çünkisini tapmaq bizim üçün asan olsun. Şəhərin adını tapdıq harada? Deməli, bu hissədə 2014-cü ildə o burada məskunlaşır. Deməli, burada it is a perfect spot for him, place where few people recognize him and there is no media attention. Deyir, o bura onun üçün daha mükəmməl idi. Çünki burada çox az adam tanıyırdı onu və media diqqətindən uzaqdaydı. Yəni, deməli, bu insan üçün rahatlıq nədir? Media diqqətindən və tanınmaq olmasında azad olsun. Cavabımız elə A variantı olacaq. Is able to avoid media. Avoid də kənarlaşmaq, uzaqlaşmaqdır. And the public attention və ictimai diqqətdən, mediadan uzaq qalmaq. Cavabımız ona görə burada olacaq A variantı. Heç digər variantlara baxmağın mənası yoxdur. 23-cü suala baxaq. Deyir ki, which factor, hansı faktor hesab olunur onun uğurlarının əsas formulu? Main əsasdır, əsas formulu, uğurlarının əsas formulu hansı faktor hesab olunur? A variantı deyir, atletikada çempion olmağı. Bu çempion olmağı bunun uğurudur. Bizə uğurun formulu lazımdır. Bu təbii ki, idman, sağlamlıq, diyet filan belə bir şeylər axtarmalıyıq. Bu da Y variantı. Doing exercise regularly and earnestly. Cavabımız elə Y variantı olacaq. Çünki bu şeylər deyir, onun uğurunun əsas açarıdır. Baxın. Deməli, o uğurun əsas açarı kimi he believes that it's key success. O deyir, fikirləşir ki, uğurun əsas açarı bunlardır. Take training, very serious, ciddi məşq eləsin, yəni idman eləsin. Elə cavabımız Y variantı olur. Dedicate nə deməkdir? Dedicate həsr etməkdir. Kiməsə olan sevgini, hörmətini göstərmək üçün atdığın addımdır. Baxırıq bu hissəyə, deyir ki, 2012-ci il London Olimpiya oyunlarında o 5000 və 10.000 metrlik yarışlarda, yəni qaçmaqda qalib gəlir. And dedicates a gold medal. Bu qızıl medalları həsr eləyir. Twin daughters. 2 qızına, əkiz qızlara həsr eləyir. Deməli, burada da həsr etmək mənasında, yəni hörmətini, sevgini göstərmək üçün atdığın hər hansısa bir addım. Showing respect, thanking, təşəkkür və yaxud da respect, hörmət göstərmək üçün kiməsə, away, hər hansısa bir yol. Bu da olacaq burada B variantı. Və sonuncu sualımıza baxırıq, 25-ci suala. Hansı sualların deyir, mətndə cavabı var?
Why did Mo leave Somali for England? Somalini niyə tərk eləyir, İngiltərəyə gedir? Gəlin baxaq görək harda tərk eləyib, harda gedib və niyə gedib. He moved to England at the age of 8. 8 yaşında atasına qoşulmaq üçün, to join his father. Atasına qoşulmaq üçün deyir, Londonu tərk elədi, Somalini gəldi İngiltərəyə. Orada cavab to ilə verildiyinə görə biri götürürük. 2-də deyir ki, 2012-ci ildə əkizlər harda doğulmuşdu? Baxın, 2012-də bayaq dedik ki, aldığı medalları qızlara həsr edir əkizlərə. Amma o əkizlər harda doğulub biz bilmirik. Sadəcə 2012 London yay olimpiya oyunlarında bu London oyunlarının, oyunun Londonda keçildiyini deyir. Əkizlərin harda doğulduğunu bilmirik. 2-ni götürə bilmərik. 3-də deyir ki, what was, onun məqsədi nə idi? Aim, məqsəddir. Teenager yeniyetmədir. Yeniyetmə yaşında onun məqsədi nə idi? Baxaq mətnə, görək onun yeniyetmə yaşlarında hansı məqsədləri olub. Deyir ki, secondary school, artıq ikinci məktəb, orta məktəb, secondary school, orta məktəb. Orta məktəb oxuyanda o istəyirdi ki, to become a car mechanic, maşın mexaniki olsun ya da play for Arsenal Football Club, Arsenal futbol klubunda oynasın. Yəni məqsədlərini bilirik onun yeniyetmə yaşında. Ona görə 3-ü də götürürük. Cavabımız 1-3-dür hələ ki. 4-də deyir o Arsenal üçün nə qədər oynadı? Yəni neçə müddət Arsenal klubunda oynadı? Biz bilmirik o arzusuna çatdı mı, çatmadı mı? Yəni bununla bağlı heç bir məlumat yoxdur və Arsenalda nə qədər oynadığını da buna görə təyin eləyə bilmərik. 4-ü də götürmürük, getdi. 5-də why did Mo want to become a car mechanic? Niyə deyir maşın mexaniki olmaq istəyirdi? Sadəcə arzusudur. Yəni bunun uşaqlıq arzusudur. Bir səbəb göstərilmir. Ona görə 5-i də götürə bilmərik. Bizə lazım olan cavablar nə oldu? 1, 3. Bu sualların cavabı var. Və beləliklə bu mətni də yekunlaşdırmış olduq. Ümid edirəm ki, hər bir şey sizə aydın oldu. Mətnlərə gördüyünüz kimi necə sürətli şəkildə tərcümə eləmədən, vaxt itirmədən baxmaq lazımdır, bunları öyrəndik. İmtahanda da bu qaydada başlayan kimi çox, yəni əsas vacib olan birinci qaydamız daxili sakitliyimizi qorumaq, həyəcanlanmamaq, necə evdə işləmişik, necə kurs müddətində, hazırlıq müddətində işləmişik, eyni qayda ilə sualların cümlələrini mətndən axtararaq, oxuyub tərcümə edib vaxt itirmədən sürətli bir şəkildə həll eləyə bilərik. Əgər oxusaz, tərcümə eləsəz, bu sizin çox vaxtınızı aparacaq. Sonra qayıdıb, məsələn, mətni oxuyursunuz, sonra qayıdıb sualları oxuyursunuz. O sualların cavabını təkrar mətndə axtarırsınız, bu sizin çox vaxtınızı aparacaq. Bunun üçün, yəni bizim maksimum dərəcədə vaxtımıza qənaət etməyimiz üçün ancaq bu şəkildə işləməliyik. Eyni qayda ilə listening üçün də bir neçə məsləhət verə bilərəm. Listeningləri işləməyin də yolu budur ki, 2 dəqiqə əvvəldən vaxt verilir. Siz həmin o 2 dəqiqə ərzində suallarla qəşəng bir tanış olun, tərcümə eləyin sualları və asan suallara 1, çətin suallara da 1 baxın. Asan suallara baxmağın yolu nədir? Digər videolarımızda da var idi bu. Asan suallara baxarkən biz yəni cümlə tamamlama, konkret sual cavabı, saat, yer soruşan suallara 1 baxırıq. Çətin suallarda hansı sualın cavabı var, hansı fikir mətnə əsasən doğrudur, bunu ikinci dəfə qulaq asmağımıza yəni saxlayırıq. İkinci dəfə qulaq asanda da bu hissələri cavablandırırıq. Yəni bu şəkildə. Listening biraz şans məsələsidir. Hər kəs eyni eşidib, eyni qavrama dərəcəsində olmadığına görə bu adamdan adama dəyişir. Amma mətn işləmək çox sadədir və bu qaydalara riayət eləsəz, hər biriniz əminəm ki, yüksək nəticə göstərəcəksiniz. Belə, ümid edirəm faydalı oldu. Hər birinizə uğurlar. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.